Deməli müəllimlər, birbaşa təlimlə davam edirik. Birbaşa təlim, gəlin görək birbaşa təlim nədir? Bu da yeni əlavə olunub, amma narahat olmayın, əsas məqsədi başa düşün. Bir də ardıcıllıqları bilin, rahat olacaq. Başlayaq. Dərsin effektiv planlaşdırması uğurlu tədrisin təməlidir. Bəli, təbii ki də düzgün planlaşdırma, effektiv planlaşdırmada tədris də çox yaxşı olacaq. Birbaşa təlim üçün də dərsin hərtərəfli planlaşdırılması, düşünülmüş şəkildə hazırlanmış tədrisin materialların və aydın tapşırıqların olması vacibdir. Bu komponentlər mövcud olduqda və qaydasında tətbiq olunduqda, şagirdlərdə yeni bilik və bacarıqların formalaşması ətraflı planlaşdırılmış dərsin məntiqi nəticəsi olur. Birbaşa təlim yanaşması aydın təlimatlar, aktiv öyrənmə və reflektiv təlim vasitəsilə şagirdlərin akademik nəticələrini və özgüvənini artırmaq məqsədi daşıyır. Tədrisin kiçik hissələrə bölünüb, skafoldinq tətbiq edilməsi ilə öyrədilməsi şagirdlərin yüksək səviyyədə öyrənməsini gətirib çıxarır. Birbaşa təlim inkişafına töhfə verən müəlliflərdən biri Rosenstein birbaşa təlimi kiçik addımlarla şagirdlərin anlamalarını, yəni başa düşdüklərini davamlı yoxlamaqla bütün şagirdlərdə dərsə aktiv iştirakını təmin etməklə sistemli tədris metodu kimi qələmə verir. Birbaşa təlimin özlüyündə dayanan əsas fəlsəfi prinsiplər. Bütün şagirdlər öyrədilə bilər, bütün şagirdlər akademik və özgüvən baxımından inkişaf edə bilər. Təlim elə təşkil olunmalıdır ki, şagirdin öyrədilən məlumatları yanlış anlaması ehtimalını azaldılsın və effektiv gücləndirilsin. Birbaşa təlimin addımları. Birbaşa təlimin metodu da işin hərtərəfli planlaşdırılmasından başlayır. Dərs ətraflı şəkildə planlaşdırılmalı, müəllim hər bir məlumatı aydın təlimatlarla təqdim etməli, şagirdlər prosesdə iştirakı imkan yaratmalıdırlar, yeni bilik və bacarıqları mənimsəməyə qədər vaxt ayrılmalıdır. Müəllim müşahidə ilə təlim zamanı müəllim rəyləri, müstəqil fəaliyyət mərhələsində şagirdlərin refleksiyaları və tədrisdən bir müddət keçdikdən sonra verilən şagird rəyləri də bu təlimə vacib elementlərdən biridir. Rosenstein birbaşa öyrənmə modelində aşağıdakı mərhələlər hesab edilir. Təlim və ya müəllim. Giriş və öyrənilələrin nəzərdən keçirilməsi yolu ilə öyrənmə üçün zəmin yaradır. Şagirdlərin nə etməli olduqları ilə bağlı aydın izahlar təqdim edir. Təlim nümayiş etdirir və bir şeyin necə ediləcəyini göstərir. Şagirdlə öyrənmənin tətbiqini təşkil edir və prosesi izləyir. Şagirdlər uğur qazanacağına əmin olduqdan sonra onların müstəqil işləməsinə şərait yaradır. Şagird öyrənmənin qiymətləndirməsi aparır və öyrənməni aydın şəkildə sonlandırır. Başqa sözlə, sonda dərsin nə ilə bağlı olduğunu xülasəsini verir. Prinsip 1. Tədrisə Rosenstein'in təlim prinsiplərinə baxırıq. Tədrisə daha öncə öyrənilələrini qısa təkrarı ilə başlayın. Deməli, biz ilk öncə tədrisə başlamamışdan əvvəl qısa təkrarla başlamalıyıq. Şagirdlərin öyrəndiklərinin yerinə nəzərdən keçirmələri, bildikləri ilə yeni öyrəniləcək informasiya arasında əlaqə yaradaraq öyrənməni və yadda saxlamanı gücləndirir. Bəli, əgər biz əvvəlki dərsə qayıdıb təkrar etsək, artıq onların bir növ qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa köçürmüş olacağıq. Həmçinin eyni zamanda da onlarda o yadda qalan məlumatı daha da möhkəmləndirəcəyik. Hər dərsə qısa təkrarla başlamaqla biz yaddaşımızı yeniləyirik və əvvəlki biliklərimizi aktivləşdiririk. Bəli, yaddaşımızı yeniləyirik və əvvəlki bilikləri aktivləşdiririk. Gündəlik təkrar xüsusilə tez-tez istifadə edilməli olan biliklər üçün vacibdir. Çünki təkrarlamaq bu məlumatları lazım olan anda avtomatik olaraq rahatlığa yada salmağa asanlaşdırır. Təkrar məsələləri həll etmək, tapşırıqları yerinə yetirmək və yeni mövzunu başa düşmək üçün lazım olan sözlərin, konseptlərin və ya prosedurların asanlıqla yadda salınması imkan verilir. Həmin dərsdə lazım olan sözləri və ya anlayışları təkrarlamaq həm də ona görə vacibdir ki, biz qısa müddətli yaddaşımızın həcmi azdır. Ona görə də biz qısa müddətli yaddaşımızdan uzun müddətli yaddaşımıza köçürdükdə bu bilik bizim yaddaşımızda daha yaxşı, daha möhkəm qalır. Əvvəlki öyrənməni nəzərdən keçirməsək, yeni materialı öyrənərkən köhnə materialı xatırlamaq üçün xüsusi səy göstərməli olacaq və belə olduqda yeni materialı öyrənməyimiz çətinləşəcək. Baxın müəllimlər, birinci prinsip çox gözəl prinsipdir. Mənim də xoşuma gəlir bu prinsip. Bir şey dərsə başlamamışdan keçdiyimiz əvvəlki dərsi biz təkrar edirik. Çünki hər şey bir-biri ilə bağlı şəkildə qurulub. Adi dərslərimizin mövzularımız belə
biri digərindən sonra gəlir. Necə gəlir? Öz başına gəlmir ki, müəyyən bir alqoritm var, müəyyən bir ardıcıllıq var. Əvvəl bu dərsi keçsən, məsələn, əvvəlcə sən ismi nə olduğunu keçməlisən. İsim nəyə deyilir? Bilməlisən ki, isim nədir? Sonra ismin hallarını keçsən. Aha. Deməli, biz birbaşa ismin halından keçib, sonra ismin nə olduğunu keçə bilmərik ki, əvvəlcə ismi keçirik, daha sonra hallarını keçirik. Artıq ardıcıllıq var. Burada müəyyən bir ardıcıllıq var. Biri digərinin davamıdır. Buna görə də biz ismin hallarını növbəti dərsdə keçəndə artıq biz ismin nə olduğunu təkrar edib şagirdlərə sual veririk. İsim nə idi? Yəni bir növ o dərsi təkrar edirik ki, ismin nə olduğunu yadınıza salırıq, şagirdlərin yadına salırıq. Daha sonra ismin halları və yaxud da ismin digər xüsusiyyətlərini keçməyə başlayırıq. Yəni buna görə də bu şagirdlərə həm ismin hallarını öyrənərkən artıq bildikləri mövzunu daha da möhkəmləndirir, daha da yaxşı yadda qalmasına şərait yaradır. Həmçinin də qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa köçürür o məlumatı. Çünki bizim bildiyimiz kimi qısa müddətli yaddaşımızın həcmi azdır. Biz bütün oxuduğumuz, bütün əldə etdiyimiz, gördüyümüz, eşitdiyimiz məlumatı qısa müddətli yaddaşda yadda saxlaya bilmərik. Daha sonra təkrarı necə etməliyik? Müəllim dərsə başlamamışdan əvvəl müəyyən etməlidir ki, şagirdlərdə hansı söz, riyazi faktlar, əməliyyatlar və yaxud da anlayışları avtomatikləşdirməlidir. Yəni yadına salmalıdır, təkrar etməlidir. Dərsin təkrarı üçün, təkrar hissəsi üçün aşağıdakı fəaliyyətlərdən istifadə etmək olar. Şagirdlərdən çətinlik çəkdikləri və səhv etdiyi məqamları bölüşmələrini istəmək. Məsələn, şagirdlərdən soruşa bilər ki, hansı dərs, həmin mövzuda hansı hissədə çətinlik çəkirsən, hansı hissə sənə yenidən nəzərdən yetirmək lazımdır. Və yeni material üçün lazım olan köhnə bilikləri praktik şəkildə yeniləmək, dərindən öyrənilməli olan materialı tez-tez təkrarlamaq. Prinsip 2. Yeni materialları kiçik hissələrə təqdim edin və hər hissədən sonra şagirdə fəaliyyətinə yer ayırın. Aha, bu nə deməkdir bəs? Bu prinsip tədris olunan materialı hissələrə bölməyin əhəmiyyətindən bəhs edir. Yəni, biz bir dərsi öyrədərkən şagirdə onu müəyyən bir hissələrə bölürük. Həmin hissələri öyrətdikdən sonra həmin o hissələr üçün şagirdə bir fəaliyyət yaradırıq. Artıq görürük ki, başa düşdü, sonra keçirik növbəti hissəyə. Bu deməkdir. Rosenstein araşdırma nəticələrinə istinad edərək belə qənaətə gəlir ki, daha uğurlu dərs keçən müəllimlər şagirdləri birdən-birə çox məlumatla yükləmirlər. Onlar materialı hissə-hissə təqdim edir və hər hissədən sonra şagirdlərin bu material ilə bağlı tapşırıqlar yerinə yetirməsinə şərait yaradır. Aha, mən öyrətdim şagirdə ismi məsələn, Azərbaycan dilindən ismi məsələn nümunə çəkirəm. Məsələn, ismi öyrətdim. İsmin nə olduğunu bilirlər, ismin müəyyən xüsusiyyətlər. Artıq mən ismlə bağlı ona tapşırıq verirəm. Aha, o tapşırığı həll etdi. Sonra keçirəm növbəti hissə, məsələn, ismin hallarıdır. İsmin hallarını keçirəm, artıq ismin halları ilə bağlı tapşırıq verirəm. Artıq mən nə elədim? Hissə-hissə şagirdə keçdim və onun fəaliyyətinə də yer ayırdım. Aha. Deməli, onun fəaliyyətinə də yer ayırdıq. Deməli, həmin müəllimlər yalnız şagirdlərə verilən materialı mənimsədikdən sonra növbəti addıma keçir. Əvvəlcə kiçik addımlarla öyrətmək və sonra şagird fəaliyyətini təşkil etmək proseduru əldə edilən bilik və bacarıqları möhkəmlətmək məqsədilə aparılır. Ümumən, informasiya ilk olaraq qısa müddətli yaddaşda qəbul olunub, sonra emal edilir. Bildiyimiz kimi bu yaddaşın tutumu azdır və eyni anda çox məlumatı qəbul edə bilmir. Həddindən artıq informasiya qısa müddətli yaddaşımızın tutumunu aşır və onların emal olunması mümkünsüzləşir. Beləliklə, birdən-birə materialın təqdim edilməsi şagirdlərin işçi yaddaşının, yəni qısa müddətli yaddaşının bu materialı həzm etməsini çətinləşdirir. Bu isə şagirdlərdə çaşqınlıq yarada bilər, onların zamanla öyrənmək həvəsi azala bilər. Bu səbəbdən biliyin şagirdlərə kiçik hissələrlə təqdim olunması, hər təqdimatdan sonra şagird fəaliyyətinə yer ayırmaq və bu biliklər möhkəmləndikdən sonra digər hissələrə keçmək lazımdır. Dərsi kiçik hissələrlə keçmək vaxt tələb edir. Səriştəli müəllim bu vaxtı daha düzgün istifadə etməyə bilən müəllimdir. Yəni, səriştəli müəllim vaxtını düzgün istifadə etməlidir, planını düzgün qurmalıdır. Məsələn, riyaziyyat fənninin tədrisinə nəzər yetirdikdə
Yetirdikdə, Rosenstein aşkarlayıb ki, səriştəli müəllimlər dərsin əsas vaxtını təqdimat, nümayiş, sorğu-sual və nümunələrə ayırıb. Müəllimlər tərəfindən verilən əlavə izahlar, çoxlu nümunələr, şagirdlərin anlaması yoxlandıqdan sonra verilən lazımi təlimatlar şagirdlərin material üzərində çətinlik çəkmədən müstəqil işləmələrinə şərait yaradıb. Bununla da müqayisədə, səmərəliyi aşağı olan dərslərdə isə müəllimlər yeni materialın şagirdlərin təqdiminə, sorğu-suala və nümunələrə az vaxt sərf ediblər. Müəllimlər mövzu ilə bağlı qısa təqdimat, təlimat və izah verəndən sonra şagirdlərin verilən izahı nə dərəcədə anladıqlarını yoxlamadan tapşırıqları verib onların həll etmələrini istəyiblər. Belə də uğursuz dərs keçən müəllim sonra bir-bir şagirdlərə yaxınlaşıb materialı yenidən izah etməli olub. Aradakı fərqi məncə gördünüz və başa düşdünüz. Prinsip 3. Modellər və işlənmiş nümunələr təqdim edin. Model və işlənmiş nümunə. Bu şagirdlərə problemləri daha tez və daha yaxşı həll etməyə kömək edir. Şagirdlərə problemləri həll etməsi üçün idraki dəstəyə ehtiyacı var. Müəllimin problem həllini nümayiş etdirməsi və bu zaman səsli düşünməsi effektiv idraki dəstəyə nümunədir. Baxın müəllimlər, məsələn belə bir nümunə çəkim. Tutaq ki, riyaziyyat fənnindən müəllim hər hansı bir tənliyi həll edir, kvadrat tənliyi həll edir. Və bu kvadrat tənliyi həll edərkən müəllim səsli düşünürsə və səsli şəkildə izah edirsə, bu şagirdlərin yaddaşında daha yaxşı qalır, daha yaxşı anlayırlar. Burada da nümunə verilib. İşlənmiş nümunəyə misal olaraq 14 üzərinə görə 4 vurulsun x bərabərdir 20. İlk öncə 14-ü o biri tərəfə keçirməlidir və bu zaman işarəsi dəyişir. Müsbətsə mənfi, mənfidirsə müsbət. Buna görə də bizə 4x bərabər olur 16-ya. X-i tapmaq üçün biz 16-nı 4-ə bölməliyik və bu zaman cavabımız üzr istəyirəm, daha doğrusu 6-nı 20-dən 14 çıxırıq 6, 6-nı 4-ə bölməliyik və bu zaman qalır 1,5. Yəni qalır 2-də 3. Deməli, işlənmiş nümunələr şagirdə tapşırıq həll edərkən spesifik addımlarla kökləməyə imkan yaradır və qısa müddətli yaddaşın yükünü azaldır. Nümunələrdən və işlənmiş misallardan riyaziyyatın tədrisi, yazı və oxu bacarıqlarının formalaşdırılması zamanı və digər fənlərin tədrisində də istifadə oluna bilər. İşlənmiş nümunələr müəllimin təqdimatının tərkib hissəsi olmaqla bərabər, həmçinin şagirdlərin özlərinə də təqdim oluna bilər. Şagirdlər əvvəlcə müəllimin müşayiəti ilə və ya cütlərlə bu nümunələri təhlil edib, sonra məsələni həll edə bilər. Yəni əvvəlcə təkcə müəllim birbaşa nümunəni izah etməyə bilər. Əvvəlcə şagirdə verə bilər. Şagirdlər özləri təhlil edər, cavabı tapar, daha sonra müəllim bunları izah edər və həll edər. Belə olduqda nümunələr şagirdlərə problemin vacib hissələrini diqqət yeritməyə kömək edə bilər. Müstəqil fəaliyyət zamanı şagird nümunəni oxumaya və nəyisə gözdən qaçıra bilər. Buna həll yolu kimi şagirdlər bəzi hissələrə buraxılmış misallar verib, onlarda bu buraxılmış hissələri tamamlamaları da istənilə bilər. Bu zaman şagirdin diqqətinə tam şəkildə misalları verməsi ehtimalı artır. Anlamanı yoxlayın. Prinsip 4. Bəli, anlamanı necə yoxlayırıq? Səriştəli müəllim tez-tez materialın bütün şagirdlər tərəfindən qavranılıb-qavranılmadığını yoxlayır. Bu yoxlamalar yeni öyrənilən məzmunun uzunmüddətli yaddaşa ötürülməsi üçün olduqca vacibdir və idraki emal prosesini də müəyyən edir. Onlar həmçinin müəllimə şagirdlərin yanlış anlamalarını aşkarlamaq da imkan verir. Məsələn, müəllim keçdi, hissələrə ayırdı, keçdi, daha sonra sual verir. Görür ki, şagird sual cavab verə bilmir və yaxud da səhv cavab verir. Artıq müəllim başa düşür ki, şagird yanlış anlayıb və ya heç anlamayıb. Buna görə də artıq yenidən izah edir, yenidən prosesi şagirdə təqdim edir. Artıq bütün sinif başa düşür. Yəni, səriştəli müəllim dərs zamanı bir növ öyrənmə prosesinə ara verirlər və şagirdlərin anlamasını yoxlamaq üçün müxtəlif üsullardan istifadə edirlər. Aşağıdakılarda, məsələn, sual verir, şagirdlərin mövzunun təqdim olunan hissəsini ümumiləşdirməsini istəmək, parafraz etmək, şagirdlər digər şagirdlərin cavabları razı olub olmadığını soruşmaq, razıdırsa fikrini əsaslandırır, niyə, razı deyilsə niyə. Anlamanın yoxlamanın əsas iki məqsədi var. Bir, şagirdlərin uzun müddətli yaddaşındakı digər öyrəndikləri ilə əlaqələrin möhkəmlənməsinə səbəb olur. Daha da möhkəmlənir, daha da yaxşı qavrayır. Digəri isə, yəni müəllim yeni materialını tədris edib etməməklə bağlı məlumat verir. Yəni yaxşı başa sala bilibmi, şagird qavrayıbmı, müəllim öyrədə bilibmi? Anlamanı yoxlamaqla müəllim qərar verir ki, növbəti materialı tədris etsin, yoxsa keçilən məzmunu yenidən tədris etsin. Bununla müqayisədə dərsi uğursuz olan müəllimlər şagirdin anlamanı yoxlamaq məqsədi heç bir sual vermir və sadəcə olaraq belə deyir ki, sualınız varmı? Deyə soruşur və heç bir sual olmadıqda şagirdlərin mövzunu qavradıqlarını güman edərək onları özlərinin həll etmələri üçün çalışmalar tapşırır. Bəli, bu ənənəvi üsulla çox rast gəlinən bir müəllimlərin işi idi.
Ənənəvi üsulu pisləməyək, amma yəni var idi də fakt olaraq. Anlamanı yoxlamanın digər bir üsulu şagirdlərin riyazi məsələni həll edərkən inşanı planlayarkən və düşünmələrini istəməkdir. Yəni düşünmələrini istəyirik. Bir başqa üsul isə şagirdlərə və ya mətnin əsas ideyasını müəyyənləşdirərkən səsli düşünmələrini istəməkdir. Bir başqa üsul isə deməli öz fikirlərini digərləri üçün izah edir və müdafiə etməyi tapşırmaq. Öz düşüncələrini izah etmə məcburiyyətində olmaq şagirdlərə bildiklərini yeni şəkildə ifadə etmək və anlamalarındakı boşluqları müəyyənləşdirməyə kömək edir. Prinsip 5. Şagirdlər sizin köməyinizlə yeni mövzunu tətbiq etməsə şərait yaradın. Şagirdlərə yeni mövzunu təqdim etmək öz-özlüyündə kifayət etmir. Təkrardan əlavə, tədrisdən daha vacib elementə müxtəlif şagird fəaliyyətlərində biliyin tətbiqi və onun qiymətləndirilməsidir. Öyrəndik, biliyi qazandıq, artıq onu tətbiq etməliyik. Şagirdlər mövzunu lazımı qədər məşq etməyəndə öyrəndiklərini unudurlar. Şagirdlərin yeni materialı öz sözləri ifadə etmək, detallı təsvir etmək və ümumiləşdirmək üçün əlavə vaxta ehtiyac var. Məzmunun şagird fəaliyyəti vasitəsilə tətbiqi həmin informasiyaların şagirdlərin uzunmüddətli yaddaşına ötürülməsinə imkan verir. Təbii ki, burada əgər tətbiq varsa, praktika varsa, artıq şagirdlər nə edəcək? Qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürəcəklər. Və şagirdlər lazım gəldikdə həmin informasiyaları istinad edə bilirlər. Yeni dərsin tətbiqinə ayrılan vaxt az olduqda isə şagirdin materialı yaddaşda saxlayıb xatırlamaq və ondan istifadə etmək ehtimalı azalır. Bununla belə bir misal nəzərə salaq. Çəkməcədə nəsə yerləşdirmək adətən asandır. Lakin onun harada yerləşdiyini dəqiq xatırlamaq çətin ola bilər. Təcrübə həmin əşyanın harada olduğunu xatırlamağa kömək edir. Yəni bu tətbiq, hansı ki deyirik ki, yeni mövzunun tətbiqinə şərait yaratmaq lazımdır. Əslində, yəni harada olduğunu xatırlamağa şərait yaradır, kömək edir. Və prinsip 6, bu da bizim sonuncu prinsipimizdir. Deməli, çətin tapşırıqlar üçün müvəqqəti dəstək verin. Müəllim izahlardan əlavə xüsusi çətin məsələləri həll edə bilmələri üçün şagirdlərə scaffolding strategiyasından istifadə edərək. Yəni scaffolding nədir? Bir növ dəstək verir. O təcrübəni qazanana qədər müəllim dəstək rolunu oynayır. Şagirdlərin bacarıqları inkişaf etdikcə bu dəstək tədricən dayandırılır. Şagirdlərə çətin problemləri nümayiş etdirmək və scaffolding strategiyaları vasitəsilə həll etmək, kömək etmək prosesinə idraçı çıraqlıq adı vermək olar. Şagirdlər bu çıraqlıq müddətində bacarıqlı oxucu, yazıcı və problem həll edici olmağa imkan verən məzmun və strategiyalar öyrənirlər. Müəllimin rolu isə şagirdlər müstəqil olanadək onlara nümunələr və dəstək verən usta olmaqdır. Bir növ körpü rolunu oynayır scaffolding. Məsələn, bu hissədən o hissəyə keçənə qədər kömək eləyir, körpüdür. Yəni, mövcud mütləq ki, bilmir bir şeyi, amma öyrənə qədər, artıq bilənə qədər bilmir və bilənə qədər bir körpü var orada. O körpü müəllimdir. Müəllim scaffolding edir. Və müəllim dəstəyin bir növ şagirdlərə atılacaq addımlar üzrə istiqamətli verməkdir. Misal olaraq, şagirdlərə mövzunu sistemləşdirmək üçün aşağıdakı addımları istiqamət verə bilər. Dəftərdə mərkəzi qutu çəkin və mövzunun adını içərisinə yazın. 2. Mövzuya nəzər yetirin və 4-6 arası əsas ideya tapın. 3. Hansı bir ideyanın mərkəzi qutunun aşağısında digər qutuda yazın. Hər bir əsas ideyanı mərkəzi qutunun aşağısında digər qutuda yazın. Hər bir əsas ideyanın aşağısında 2 və ya 4 fakt sadalayın. Scaffolding strategiyasının digər nümunələr. Müəllimin səsli düşünməsi. Bəzən müəllimlər düşünərkən bunu səsli formada etmirlər və şagirdlər üçün bu bir növ gizli saxlanılır. Beləcə də onlar müəllimin nə etdiyini və necə etdiyini anlamaqda çətinlik çəkirlər. Səsli düşünmək şagird üçün adətən şagirddən gizli saxlanılan mütəxəssis düşünməsini müşahidə etməyə imkan verir. Bəli, müəllimlər, bəzən müəllimlərimizin səsli düşünməsi, yəni deyərək, məsələn bir misalı həll edərkən deyərək həll edirsə, bu bizə daha rahat gəlir, daha anlaşılır olur və yaxud da tutaq ki, coğrafiyada məsələ həlli olsun, riyaziyyatda və s. digər fənlərdə olsun. Səsli formada düşünmək olduqca vacibdir. Müəllimin şagirdləri edə biləcəkləri mümkün səhvlər barədə məlumatlandırması. Bəli, müəllimlər əgər şagirdlərə mövzu ilə bağlı tapşırıq həll edərkən hansı yerdə çətinlik çəkə bilərlər, hansı yerdə səhv edə bilər, əvvəlcədən desə, şagirdlər o hissələrə daha diqqətli olacaqlar və diqqətini artıracaqlar. Yəni,
səhv edə biləcəyi məqamları əvvəlcədən təxmin edə bilər. Həmin məqamları tədrisin əvvəlində şagirdlərlə bölüşməsi və müzakirə edilməsi şagirdlərin həmin məqamlarda diqqətli olmaları və həmin məqamlarda səhvlər etməmələri ilə nəticələnəcək. Müəllim şagirdlərə öz işlərini dəyərləndirməsi üçün checklist yoxlama siyahısı deyirlər buna, verməsi və bu listə necə istifadə edə biləcəklərini nümayiş etdirməsi. Checklistdən istifadə şagirdə müəyyən olmuş bəndlər üzrə öz işini dəyərləndirmə imkanı verir. Bu üsul həmçinin şagirdə fəaliyyəti necə quracağı ilə bağlı istiqamət verir. Məsələn, checklistdə bu kimi suallar üzərində tapa bilər. Mətndə əsas ideya haqqında mənə məlumat verən vacib hissələr tapdınmı? Və ya yazımda bütün cümlələri böyük hərflə başlayırmı? Müəllim şagirdləri təqdim etməzdən əvvəl yoxlama siyahısından istifadəni özü nümayiş etdirə bilər. Və şagirdlərə ekspert nümunələrin təqdim edilməsi. Müəllim şagirdlərə tədris edilən məzmunla bağlı özünün nümunələrini verə bilər və onlar bu nümunələr üzrə öz işlərini müqayisə edə bilərlər. Məsələn, sual verməyi öyrənərkən şagird öz suallarını müəllimin yazdığı suallarla müqayisə edə bilər. Hansısa riyazi həlli öyrənərkən müəllimin yazdığı nümunəyə baxaraq ondan öyrənə və nümunə kimi istifadə edə bilərlər.